Viyanada Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş tarixi Vaşinqton razılaşmasından sonra Cənubi Qafqazda sülh və sabitlik mövzusunda dəyirmi masa keçirilib. 27 sentyabr anım gün ərəfəsində baş tutan tədbirə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Avstriyalı hüquqşünas Gabriel Lanski və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov qatılıblar. Müzakirələrdə Ermənistan-Azərbaycan münaqişəsinin tarixçəsi, normallaşma prosesi və Vaşinqtonda əldə olunmuş razılaşmalar diqqət mərkəzində olub. Qeyd edilib ki, sülh sazişi Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasını zəruri edir. Həmçinin Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşməsi və Orta dəhlizin inkişafı regionun gələcəyi üçün yeni imkanlar kimi dəyərləndirilib. Tədbirdə beynəlxalq hüquqi aspektlər, məcburi köçkünlərin geri dönüş hüququ, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu da müzakirə olunub.